Oyun bizim üçün olduqca yaxşı başladı. Yaxşı gol epizodu yaxaladıq Erinlə. İstifadə eləmədi o fürsətdən. Qapıçına təpətə qalmışdı qarşı-qarşıya. Sonra gol vurduq. Ofsayt qeyd olundu. O dəqiqələrdə fərqlənmə imkanımız var idi. Sonra 15-30 dəqiqələr arası böyük üstünlük Toronto tərəfdə idi və çox saylı standart vəziyyətlər oldu. Sonuçta da o standart vəziyyətlərdən biri qolla nəticələndi. Halbuki baxırsan ki, standart vəziyyətlərdə ən təhlükəli oyunculardan Miller, Baptista bugün iştirak eləmirdi. Ona baxmayaraq yeni rəqib standart vəziyyətdən fərqləndi. Artıq 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirib və yavaş-yavaş üstünlüyü öz əlimizə aldıq. Fasilədən sonra isə deyərdim ki, komanda yaxşı çıxış elədi, sürəti artırdı, daha hücumda daha fəal idik, daha kombinasiyalı futbol oynayırdıq. Hesabı da bərabərləşdirdik. Sonra da %100 olmasa amma yaxşı hücumlarımız vardı ki, fərqlənib qələbə də qazana bilərdik. Amma nəzərə alsaq ki, Toronto'da səfərdə 1-0 geriyə düşmüsən və ondan sonra bərabərə qalıb bir xal qazanırsansa, bu da düşünürəm ki, yaxşı nəticədir. Sağ ol, buyurun. Rəşad, mən turnirin sonuna yaxınlaşır. Hər xal uğrunda bütün komandalar mübarizə aparmalar çox vacibdir. Eyni zamanda hakimlərin qərarları da bu məsələlərdə çox böyük rol oynayır. Məsələn, bəzən məlumiyyətli hakim qərarlarına bağlamaq kimi bir tendensiya qarşılanmaqlarda bilirsiniz. Ümumiyyətlə, Rəvan Əmzəzadə ilə bir qalmaqallı bundan əvvəlki bir oyunla ayaqda qaldı. Onun təyinatına eşidəndə siz birinci nə düşündünüz, nə hisslər keçirdiniz? Heç bir şey düşünmədim. Rəvan Əmzəzadə çempionatımızın təcrübəli və yaxşı hakimlərindən biridir. Bugün də aydın məsələdir ki, meydanda gərgin mübarizə gedəcəkdi və onun təyinatında normal qarşıladı. Bir də Rəşad müəllim, bir məsələ var bizim tərəflərdə. Deyir, gəlin oynaya bilmədi, dedi, otaq əylədir. Bizim klublar bəzən məğlubiyyətin səbəbini hakimlərdən və yaxud başqa bir şeylərdən axtarmağa çalışırlar. Məsələn, sonuncu epizodlarda, son vaxtlarda, bir neçə epizodda Rəhim Hüseynovun həmin o qalmaqallı epizodlarla bağlı açıqlamaları olur və o hakimlərə haqq qazandırmır. Gəlin belə eləyək də. Siz də çox təcrübəli bir adamsınız, illərdir futbol görürsünüz, hakimləri görürsünüz. Bu cür qərarların mübahisəsiz. Gəlin belə danışaq. Keçən mətbuat konferanslarda sizin iştirakınızla bu mövzular açıldı hakimlik barəsində və üstə suallar oldu. İndi bir dənə də sual verdi, cavabladım yenə də hakimlikdən. Yəni düşünürəm bugün meydanda iki yaxşı iş görən komanda var idi və çox sürətli, çox dinamik, çox keyfiyyətli bir futbol oynadı hər iki komanda. Buna baxmayaraq ki, ikisi də çox ağır qrafikdən çıxırdı. Hər ikimiz də kubokun yarım finalında bir-birimizlə qarşılaşırdıq. Ona baxmayaraq hər iki komanda baxımlı futbol oynadı və düşünürəm ki, məhz bugün yaxşı futboldan danışmaq olar. Baxmayaraq ki, biz qələbə qazanmaq istirdik. Hardasa məyusuq, amma düşünürəm ki, bu yaxşı futbolun dəyərini vermək lazımdır ki, şükürlər olsun çempionatımızda komandaların səviyyəsi artır, futbolun keyfiyyəti artır və inanaq ki, düşünək ki, inşallah növbəti illərdə daha da yaxşı olacaq. Ana buyur. Sağ ol. Başkanlar, iki sualım var. Fırız adına baxsaq, bu məhsulun sonra sizə durmayadır ki, Avrokubok da gedə bilərsən, WB da gedə bilərsən və kənar da qala bilərsən. Və o yüzden bu dönemde ikili bir, istersen bir kere bölümde fikirler. Yani hem kubok var hem çempiyonata dövüzülüğünden saklamak var. Mənə maraqlı. Bu vəziyyətdə Rəşad o tutaseniz de değerlendiririz. Hansında Cumhur Fokusuna yoksa... Təbii olaraq biz də hesab kitab edirik. Futbolçular da həmçinin hamımız başa düşürük ki, həm çempionatda gərgin mübarizə gedir, istər Araz Naxçıvanla, istər Neftçi ilə. Sumqayıt da sıradan çıxmaq olmaz. 8 xal fərqimiz var Sumqayıtla. Və bu komandalarla da aramızda oyun var, istər Sumqayıtla, istər Araz Naxçıvanla. O yüzden çempionatı 4-cü ildə bitirmək çox istəyirik, ən azından inşallah, amma nə qədər alınıb-alınmayacaq zaman göstərəcək. Digər tərəfdən baxsan, finalda Sabah kimi rəqibin var. Orada da açıq sualdır ki, sən kuboku qazanıb Avroliqadan oradan gedə biləcəksən, yoxsa yox. Biz zaten ilin əvvəlində bilirdik ki, bu il Avrokuboklara qatılmaq çətin olacaq və yola da o şəkildə çıxmışdıq. Biz əlimizdən gələn yaxşı dinləməyə çalışırıq. Və inşallah istərəm ki, məhz Avrokuboka düşən komandalardan biri məhz bizim komanda olsun. İkinci sualda Rəşadla, elimiz ətabiyələr olmalı. Nəyə görə? Çünki onun futbola yerindən qarşısında sinə mövzulu və öz onu etab eləmiş ki, Rəşad Sarı mənə futbola qaytardı və hətta mən tövsiyələr verildik. Futbol oynaması, bunlara qoymasını imkanı. Son dönemde yeni xarakterlə bağlı gündəmdədir. Bax, yəni mövzu olanlar xəbərimiz var. Və Elmasız bitirmək istəsin maraqlı, yəni. Nə vaxt verir
Və ümumən məyus edicidir. Dəqiqliklə nə baş verdiyi mən bilmirəm, çünki klub onu açıqlamır. Amma bircə onu başa düşürəm ki, Qurban müəllim əgər hər hansısa bir yeri futbolçuya qarşı belə bir sərt qərar qəbul edirsə, deməli nəsə bir əsası var. Digər tərəfdən də mən də sosial şəbəkədə onun müsahibələrini görmüşəm, istər mənim haqqımda, istər özünün intizamsız davranışları haqqında ki, Qurban müəllim mənlə yayda sərt danışdı və mən də söz verdim ki, bir daha olmayacaq. Yəni ehtimal edirəm ki, nəsə bir şey baş verib ki, Qurban müəllim artıq buna tab gətirə bilmir, belə bir qərar qəbul edib. Çox üzücüdür, çünki Elvin Qarabağın aparıcı oyunçularından biridir, Azərbaycan futbolunun aparıcı oyunçularından biridir və xüsusilə də məyus eləyən odur ki, Avropa səviyyəsində, Çempionlar Liqası səviyyəsində bizi sevindirib, milli səviyyəsində sevindirib. Məhz nadir yerli futbolçulardandır ki, o səviyyə tab gətirir. O baxımdan çox məyus edicidir, amma düşünürəm ki, indi inşallah nəsə bir sonda yaxşı olar, hər şey yoluna düşər. Hər bir məşqçi istəyər ki, Elvin Cəfərqulu kimi futbol heyətində olsun. Yəqin ki, bütün 12 komanda. Elvin Cəfərqulu. Anar müəllim, bir sualına oxşar sual verəcəm. Yəni, Kubokun finalına qədər növbəti oyunlarımız Qəbələ ilə Degdə və Yüşlinə səfərləri. Yəni, bu oyunlarda nəzərə alsaq ki, geniş bir heyətimiz yoxdur. Rastasiya gözləmək olar mı? Ümumiyyətlə, çempionata görə, Kuboka görə çempionatın qarşıdaşı 2 turun qurban vermək kimi bir ehtimal ola bilərmi? Yox, qəti şəkildə o barədə düşünmürük. Həm də diqqət yetirsəz, biz özümüz də rotasiyalar eləyirdik, buracan da eləmişdik. Kubok çempionat oyunlarında bəzən 3, 4, 5 dəyişikliyə əl atırdıq və hətta elə oyun olub ki, 6 dəyişikliyə əl atmışıq. İndi qarşıdakı oyunlarda da futbolçuların durumundan, hazırlığından asılı olaraq bir plan tutmuşuq, bir proqram tutmuşuq, onunla gedirik və çalışacağıq ki, inşallah həm çempionat oyunlarında ideal vəziyyətdə olaq, həm Kubokun finalına inşallah. Bir də ki, Patnaşvili son vaxtlarda çox az oyun edir, ümumiyyətlə oynamır. Yəni, onda hansısa bir fiziki durumunda mı gerilim olar, yoxsa rəqabətdə olur? İndi biraz bizdə son dönəmlərdə sistem dəyişikliyi oldu. Biz əvvəl 4-2-3-1 daha çox oynayırdıq və son ardasa 5-6 oyundur ki, 5-4-1 sistemindən çıxış edirik. Bu sırf sistemlə bağlı olan bir məsələdir və oyunlar da elə oyunlar idi ki, 2 Turanla Kubok oyunu, üstünə Neftçi sabah oyunları, bugün Turanla səfər oyunları və başa düşürdük ki, meydanda daha çox mübarizə olacaq, ikinci toplar, standart vəziyyətlər önəmli olacaq hər komandaya qarşı. O yüzden də məsəl üçün qolu 1-2 dəqiqədə vurmasaydıq, mən Patnaşvilini meydana buraxacaqdım. Hətta özünü də isimləyə göndərmişdim. Patnaşvili Junior, necə ki Neftçinin oyunda bizə qol lazım olanda o hücum potensialımızı tamamen meydana yansıtdıq. Bugün də eyni şey olacaqdı, amma elə oldu ki, hesabı bərabərləşdirdik və hücumda da pis alınmırdı. Hücumlarımız da yaxşı alınırdı deyə hər hansı bir dəyişikliyə getmədim. Çox sağ olun. Birincisi, ümumən hər bir klub üçün Avrokuboka düşdüm və yaxud düşmədim, bu təbii olaraq seleksiya təsir edir. Rəhbərliyin də ayırdığı büdcəyə təsir edir və o yüzden də bizdə həll olduğu kimi biz sezonun sonunu gözləmişik və sezonun sonunda bilinib ki, bizdə ona uyğun büdcə nədir və ona uyğun biz seleksiya eləmişik. İndi də səbirli davranırıq, bəzi futbolçularımızla müqavilələrimiz davam etdirir, bəziləri ilə ilkin danışıqlar aparmışıq, müəyyən fikirlər almışıq, fikirlərimizi bildirmişik. Avrokuboku təmin eləsə, inşallah daha rahat olar bu danışıqlar aparmaq. O yüzden də hələ o məsələdə biraz yubanırıq. Abbas Hüseynova gəldikdə xeyr, bizim gündəmdə deyil o keçid. Bizdə bir son mövqedə həm milli komandanın, həm bizim aparıcı oyuncusu komandanın kapitanı çıxış edir və o yüzden də gündəmdə deyil. Bəlkə gələcəkdə ola bilər, amma bugün belə bir söhbət yoxdur.